Sizin verdiğiniz bu imkandan istifade edip halkımızı, bütün bizi tanıyan ve bizi tanımayan insanlarımızı Dünya Azərbaycanlıların Həmrəylik günü ve yeni il münasibətilə təbrik edirəm. Başlıcası can sağlığı arzu edirəm xalqımıza. Bugünkü gündə bu çətin bu zamanda can sağlığı en mühüm insanlar için bir nemətdir və bunun üçün də həm bizim səhiyyə sistemi, həm xəstəliklər ayrı-ayrılıqda xəstələr hər bir insan özü çalışmalıdır. Ümumiyyətlə götürəndə ötən il və ümumiyyətlə son 10 ildə bizim sahəmizdə, yəni özəl təbabət tibb sahəsində, xüsusilə özəl kardiologiyada çox böyük uğurlar qazanılıb. Çoxlu deyə bilərəm ki, onlarla yeni kardioloji mərkəzlər, kardioloji şöbələr açılıb. Onlarla invaziv kardiyoloqlar və kardiocərrahlar çalışır. Və bu bizim işimizi xeyli asanlaşdırıb. İndi bizdə, məsələn, desələr də Azərbaycanda ürək xəstələrinin sayı çoxdur və ürək ölümündən ölüm halları artıb. Amma mən əslində hesab edirəm ki, bu sayədə müsbət dinamika var. Yəni biz vaxtında xəstələri, qeyri-stabil xəstələri göndəririk mərkəzlərə və bunlara əməliyyat olunur, kardioplastika olunur və xəstələrin, necə deyərlər, həyatını qurtarır bizim həkimlər. Bu sahədə bizim əlbəttə ki, uğurlarımız var, amma biz istəyərdik ki, bizim rayonlarda, məsələn, bu bizim yaşadığımız Əhmədli, Xətai rayonu, Nizami rayonunda bir qədər stasionar koykaların sayı artırılsa, xəstəxana olsa, açılsa daha bizim işimiz asan olar. Bir daha sizə və bütün xalqımıza can sağlığı arzu edirəm və uğurlar arzu edirəm. Yeni iliniz mübarək.